Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən, paytaxt sakinlərinin və qonaqların sevimli məkanı, maddi mədəniyyət nümunəsi Bakı bulvarı. Şəhərə gözəllik qatan, uşaqdan böyüyə hər kəsin sevərək üst tutduğu məkanın yaradılmasından 116 il ötür. Bakı bulvarı bir şəhərin illər ərzində dəyişməsinə, gözəlləşməsinə, inkişafına, eyni zamanda insanların ən az bir xoş xatirəsinə şahidlik edib. Bakı şəhərinin gəzməli görməli yerlərindən, paytaxtımıza xüsusi gözəllik qatan mədəniyyət nümunələrindən bəhs edərkən Bakı bulvarını qeyd etməmək olmaz. Bulvarın yaranma tarixi 20-ci əsrin əvvəllərindən başlayır. Məhz 1909-cu ildə Xəzərin Bakı sahili və sahil küçəsi arasında yaşıllıq solağı bulvar salınıb. (1998-ci ildə Milli Park statusu alan ərazi hazırda ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Məkan daima badlaşdırılır, yeni güllər, çiçəklər əkilir. Şəhər sakinlərinin çoxu bilmir ki, dənizkənarı Milli Parkda, Bakı bulvarında bir vaxtlar şəhər çimərliyi olub. Şəhər mühitində belə bir istirahət məkanının olması, bütün istirahət təyinatını özündə cəmləyən istirahət məkanının olması dünyanın hər ölkəsində rast gəlinən bir məsələ deyil. Elə buna görə də dənizkənarı Milli Park özünün statusuna görə qorunmasına, saxlanılmasına, təbii ekoloji mühitinə görə, ekosisteminə görə dünyanın ən mötəbər mükafatlarından biri olan Ümumdünya Şəhər Parkları mükafatına layiq görülüb. Dənizkənarı Milli Parka gəzintiyə çıxan hər kəs bulvarın inkişaf mərhələlərinin öz əksini tapdığı ekspozisiya ilə tanış olurlar. Sərgi ziyarətçiləri sanki bulvarın keçmişinə səyahət aparır. Kimiləri bu fotoşəkillər vasitəsilə tarixə nəzər salır, kimiləri də gənclik illərinə qayıdaraq həmin dövrü nostalji duyğularla xatırlayırlar. 116 illik Bakı bulvarı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının maraqlı xatirələrinin canlı şahidi olmağa davam edir. Fəridə İsmailova, Zaur Dadaşov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.